Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Sizləri Az7 podkastından salamlayırıq. Təhsilin gündəm mövzularını Az7 Təhsil Platformasının icraçı direktoru, təhsil tədqiqatçısı Elmin Nuri və Meltem Anarın təqdimatında veriliş hazırlamışıq. Təhsilin gündəm mövzularını bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük. Elmin bəy, bugünün mövzusunu istərdik ki, elə gündəm mövzusu olan sertifikasiyalara, sertifikasiya imtahanlarına həsr edək. Bununla bağlı sizə bir neçə sualımız da olacaq. Elə ilk əvvəl istərdim ki, bu suala nəzər yetirəsiniz. Bildiyiniz kimi 17 iyundan etibarən ilk dəfə olaraq təsvir incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi, tarix fən müəllimləri ilk dəfə olaraq sertifikasiya imtahanında iştirak edəcək. Ancaq çox zaman insanlar bu praktiki fənləri ikinci dərəcəli fən kimi görür, lakin bugün onların imtahanlarıdır. Maraqlıdır ki, sizcə bu fənlərin sertifikasiyaya salınması ümumi təhsilin keyfiyyətinə necə təsir edəcək? Əvvəlcə təhsil verənlərin sertifikatlaşdırılması müsabiqəsində dünəndə, bu gündə, prosesin sonuna qədər iştirak edən bütün müəllimlərə və edəcək bütün müəllimlərə uğur arzu edirik və bolluca maaş artımı uğurunu yaşamalarını diləyirik. Bu öz yerində. İkinci, dediyiniz sual şəxsən mənim üçün çox maraqlıdır və vacib məsələdir. Kiməsə bu qeyri-vacib görünə bilər. Əşi, təsvir incəsənətdir də, nə bilim, digər texnologiyadır. Mən bunu ilə qəti razı deyiləm. Əvvəla, hər fən təhsil proqramında öz əksini tapırsa, deməli bu vacibdir. Deməli bu kurikulum məzmun standartlarında hansısa vacib bir mexanizmi özündə əks etdirir. Təsvir incəsənət deyib üstündən keçə bilmərik. Təsvir incəsənət bəli bu günlər bizim təhsilimizdə kimlərsə gözündə ikinci dərəcəli fən kimi sayıla bilər. Kimlərsə buna ümumiyyətlə formal yanaşa bilər. Hansısa məktəbdə o fən ümumiyyətlə keçilməyə bilər. Yerinə uşaqlar bir-biri ilə necə deyim ki, başqa oyun oynaya bilərlər. Bu öz yerində, bunlar başqa problemdir. Amma hər fənnin özünün tutduğu məzmun standartları var ki, onlar insanın şəxsiyyəti üçün çox vacibdir. İnandırım sizi. Baxın, təsvir incəsənətin uşağa şuuraltı ötürdüyü yaradıcı, necə deyim ki, ruhsal, sənət dünyasında olan bədii təfəkkürü, təxəyyül elementləri həmişə ondan qalacaqdır. Biz ümumiyyətlə fənləri nəyə görə dəyərləndiririk ki? Məsələn, repetitor baxımından dəyərləndirə bilərik. Deyalım ki, heç bir ixtisas qrupunda təsvir incəsənət yoxdur. Elə bizim təhsilimizin ən böyük problemi bundan ibarətdir də. Uzatmayam bunu. Amma çox dəqiq verilmiş sualdır. Nəyə görə? Bu, bizim təhsilimizdə görünməyən bir problemdir. Bu günləri təsvir incəsənət, musiqi, texnologiya kimi fənlərin müəllimləri var ki, aralarında şəxsən tanıdıqlarım da var. Çox, necə deyim ki, bacarıqlı insanlardılar. Amma özlərinə olan, necə deyim ki, bəzi hallarda laqeyd münasibətlərə görə çox pərtdilər və çox məyusdular və ən əsası çox motivasiyasızdılar. Və həmin qərar onlara şamil olunsaydı ki, sertifikatlaşdırma prosesinə bu fənlər salınmasın, onda ümumiyyətlə bu fənləri görməzdən gəlinmək kimi çıxardı və niyə də salınmasın? Axı bu fənnin də məzmun standartları var, qulum standartları var, çox da vacibdir. Bu salınmalıydı və salınıb da öz yerində. Məsələn, digər tərəfi, dünənlərdə televiziya kanallarının birindən mənə məhz bununla bağlı sual verdilər. Dedilər ki, bu fənlərin zəif nəticəsi ola bilərmi? İndi də cavab verirəm, dünən də cavab vermişdim. Bəli, ola bilər. Niyə görə? Səbəbi elə az öncə dediyimdir. O qədər ki, bu fənlərə barmaq arası yanaşıblar ki, o qədər bu fənlər dırnaq arası münasibət göstəriblər ki, müəllim, həmin fənləri tədris edən müəllim özü üzərində işləməyə ehtiyac belə görməyib. Baxın, acı reallıq bundan ibarətdir. Bəzi məktəblərdə isə bu fənləri tədris edən müəllim heç ümumiyyətlə yoxdur. X fənnin müəllimi, necə deyim ki, əlavə olaraq həm də həftədə bir dəfə onsuz bundan dərs deyir. Bəli, şagirdlərin qarşısına çıxır. Bu, deyim ki, sizə həddindən artıq yol bilinməz bir məsələdir. Bu günləri Azərbaycan şagirdi üçün musiqi, texnologiya, təsvir incəsənət fənni bəzilərinin təsəvvür edə bilməyəcəyi qədər vacib bir məsələdir. Bəli, həmin şagird gedib ikinci qrupda musiqi fənnini imtahan verməyəcək. Ümumiyyətlə, biz fənləri niyə imtahan kodeksinə görə dəyərləndiririk həmişə? Açıq danışaq da. Bu günləri musiqi fənnində, bəli, Mozartın hansısa bir əsəri var, orada öyrədilir ora. Həmin əsərin o bədii elementi, o sənətsal dünyası şagirdin ruhunu ötürülsə, onun fizikadan daha çox şagirdin həyatına təsir edə bilər. Biz fənlərə belə baxaq da, biz niyə həmişə hansısa bir fənlə aşağılamalıyıq? Axı, həmin fənnin öz ürəyini verən insanlar var. Bir Hind filmi var, Yerdəki Ulduzlar filmi. Oradakı aktyor, Əmir Xanın oynadığı obraz, yaratdığı obraz təsvir incəsənət müəllimidir.
O qədər müəllimlərin içərisində təsvir incəsənət müəllimi şagirdlərin həyatını 360 dərəcə dəyişir yaxşıya doğru. Müəllimlik əslində bu deməkdir. İndi mən məsələni çox uzatmıram, amma narahatlığım yerindədir. Bəli, məhz bu 3 fəndə zəif nəticələr gözlənilir. Nəyə görə? Çünki artıq o qədər demotivasiya edici durum var ki, bu fənlərdə müəllim özünü inkişaf etdirmək haqqında düşünməyib, bunu ehtiyac belə görməyib. Bəli, təbii ki, istisnalar da var. Aydındır. Elmin bəy, biz sertifikasiya imtahanlarından sonra müəllimlərlə daim ünsiyyətdə oluruq. Həmin müəllimlər daha çox metodiki suallardan şikayətlənirlər. Onlar bildirirlər ki, metodiki suallar daha çox vaxt aparır və balı əgər aşağıdsa da həmin suallar ucbatından olur, belə desək. Maraqlıdır ki, bu şikayətin əsas səbəbi sizcə nədir? Sualların quruluşunda mı, müəllimlərin hazırlıqlarında mı? Belə deyək, bilik ki, sertifikatlaşdırma prosesinin test imtahan mərhələsində 60 sual var. Bunun 40-ı birbaşa predmetlə bağlıdır, yəni fənlə bağlıdır, 20-si isə kurikulumla bağlıdır. Burada mən məsələni yenə deyim ki, psixoloji motivə yönəldirəm. Nəyə görə? Baxın, təbii ki, fizika, riyaziyyat, ana dili, ədəbiyyat müəllimi üçün öz fəndi ilə bağlı sualları cavablamaq, kurikulum, metodika ilə bağlı sualları cavablamaqdan həm hazırlıq baxımından da ki, psixoloji baxımdan daha rahatdır. Çünki bu bilgilərin içərisindədir. Bu datalar, informasiyalar həmişə onunladır. Bu onun işidir. Elə bil ki, bir aşpaza həmişə tanış olan ingredientləri biz veririk. Məhsulları biz veririk və o da onunla yemək hazırlayır. Və bununla faydalı olaraq ona çox az tanış olan başqa bir məhsulla bağlı ona sual veririk. Təbii ki, onu psixoloji olaraq onu çətin qəbul edəcəkdir. Bu öz yerində, bu məsələnin psixoloji tərəfi. Amma məsələnin real tərəfinə gəlsək, mən şəxsən metodika ilə bağlı, kurikulumla bağlı mütəxəssislərin bir çoxundan danışmışam. Özüm vaxtı ikən sertifikatlaşdırma prosesi ilə bağlı tədqiqat işi aparanda hər bir detalla bağlı az qala xırdalığına qədər biz araşdırma aparmağa çalışmışıq. Orada inandırım sizi ki, əksəriyyəti yox, birbaşa hamısı bildirib ki, 2021-2026-cı il, yəni birinci sikl sertifikatlaşdırmada metodika və kurikulumla bağlı çalınan suallar asanlığı ilə seçilir. Fənlərlə bağlı suallar onsuz da asandır, zaten asandır. Bəli, kəsilənlər var, ikinci dəfə dalbada kəsilənlər var, danışacağıq. O tamam başqa bir bəlanın söhbətidir. Mən demirəm probleminin, bu bəlanın, faciənin predmetidir. Ayrı məsələ. Amma bu illəri siz bir jurnalist olaraq bir 10 nəfər, üzr istəyirəm, 10 yaxşı kurikulum mütəxəssisindən bir sorğu keçirin, sualları onlara təqdim edin. Onlar sualların nə dərəcədə rahat olduğunu asanlıqla sizə desinlər. Əmin olun, bu 2021-ci ildə birinci ildə belə idi, bu 2026-cı il birinci siklın axırıncı ilində də beləcə idi. Tam səmimi sizə deyirəm. Səbəb nədir burada? Sadəcə olaraq az hazırlıq, müəllim bütün diqqəti öz fənninə verir və yaxud da ki, öz fənnini onsuz yaxşı bilirəm deyənə hazırlaşmır və imtahan gününə, necə deyim ki, heç bir hazırlıq prinsipi keçmədən gedir. Və öz fənnini yazandan sonra, cavablayandan sonra artıq fərqli bir mənzərədən rastlaşır. 20 sual onu başqa sürprizlərlə qarşılayır. Deməli, necə? Ən azı proqram bəllidir. RT öz səhifələrində, təlimlərində bunu deyir. Ora çox yox, tam səmimi sizə deyirəm. Kurikulum metodikasına bağlı bir müəllimin hazırlaşması üçün maksimum, Məltəm xanım, 1 ay vaxt lazımdır. Mənə inanmırsınızsa, gedin kurikulum mütəxəssislərdən soruşun. Bəli, pulla müdavim hazırlayan 50 yaşlı müəllimə öz belə bəhbəhlə mənim müdavimim deyən 25 yaşlı kurikulum təlimçisi üçün, yaxud dırnaqarası təlimçisi üçün bu sual biraz fərqli görünəcək. Özünü daha belə rentabel göstərmək üçün deyəcək ki, nə danışırsınız? Bu çətindir. Niyə görə çətin deyir? Çünki onun marketinq marağı var. Amma mənim marketinq marağım yoxdur, sizin marketinq marağınız yoxdur. Mən deyirəm çətin deyil. Azı bundan ibarətdir. Bax, problem bundan ibarətdir. Aydındır. Elə siz də bayaq vurğuladınız repetitorlarla bağlı. Elə mən də istərdim ki, bu sualı sizə yönləndirim. Son zamanlarda bazarda yeni bir sahə yaranıb, sertifikasiya hazırlığı. Bununla bağlı nə deyə bilərsiniz? Nə gözəl sual verdiniz. Bizim məşhur və mərhum xalq artistlərdən birinin bildirdiyi kimi, mən həqiqətən də ürəyimdən olan bir məsələyə toxunduq. Səhv etmirəmsə, Azərbaycan Təhsil portalında maksimum 60 bal yığan müəllimlərdən biri, adını unutmuşam, belə bir cümlə işlətmişdi. Mən əgər sertifikasiya imtahanı üçün hazırlığa getsəm, bundan utanaram. O cümlə mənim elə ürəyimlə xəbər verdi ki, mən Azərbaycan təhsildə olan bütün müəllimlər hörmətlə yanaşıram. 20 yaşlısından tutmuş 65 yaşlısına qədər. Müəllim şəxsən mənim üçün, mənim ailəm üçün başqa bir dəyərdir. Bu öz yerində. Amma yenə deyirəm, şəxsən mən elmin. Mən də müəllim olsaydım, sertifikatlaşdırmadan keçən zaman hazırlığa getsəydim, inanın, birincisi getməzdim, ikinci də gətsəydim utanardım deməyə. Niyə olmalıdır bu?
Axı hazırlığa getdiyin şəxs sənin həmkarındır, sənin kolleqandır. Onun hansı özəllikləri var? Axı sənin hansı geriliyin var ki, ondan hansı müstəvidə geri düşürsən? Sadəcə olaraq ki, neyromarketinq burada çox önəmli rol oynadı. Neyromarketinq nədir? Qarşındakı şəxsi, auditoriyanı müəyyən psixoloji metodlarla qorxutmaq və özünü psixoloji baxımından onu özünə asılı vəziyyətə salmaq. Yəni bax, bu elə bir xidmət sahəsidir ki, sən bunu məndən almasan, sən zəif nəticə göstərəcəksən. İnanın, bəzi mən elə savadlı müəllimlər görmüşəm ki, savadlı müəllimləri hələ qeyrilərini qoyuram kənara. Yox, mən də gələm mütləq hazırlığa gedim. Neyromarketinq, psixoloji buna təsir edib. Ətrafında, dediyim məktəbdə, ətrafındakı 50 müəllimin çünki 40-ı, 45-i hazırlığa gedir. Bu savadlı insandır. Amma istərsəməz bunda, mühit bunda artıq özünə inamsızlıq yaratdı. Birdən mən onlardan bir geri qalaram. Kütlə psixologiyası artıq onun hazırlıq səviyyəsinə müəyyən bir nigaranlıq halları qatdı. Bu yol verilməzdir. Tam səmimi deyirəm. Proqram bəlli. ARTI, Təhsil İnstitutunun səhifələrində, təlimlərində çox vacib, necə deyim ki, bilgilər var, onlar bəlli. Üstəgəl, ay əzizlərim, 20 ildir, 10 ildir dərs dediyiniz predmet bəlli. Vallahi billahi bunun üçün getməyə dəyməz. Mən o adamları qınamıram. Təbii olaraq əsəbim var öz yerində. Amma kimisə bu xidməti göstərmədiyə qınaya bilmərik. Əslində dərinə keçsə onun da çox ciddi problemləri var. Nasıl danışaq? Məsələn, onlar kurikulum mütəxəssisləri deyək də düzdür, keçirlər ha. Onlar tutalım ki, mən bəzi detallara qarışmaq istəmirəm. Onların bu xidməti leqaldırmı, loyaldırmı? Təbii ki, yox. Bu ayrı söhbətin mövzusudur. Tamam, bax keçirlər və kimsə də məcbur etmirlər. Amma bunlar birbaşa kimsəni məcbur etmirlər. Psixoloji baxımdan artıq ortada məcburiyyət anlamı yaranıb. Müəllim özünü mühitdən təcrid olunmuş hesab edir. Bu məşhur bir əsər var. Bir insan çox bacarıqlıdır, amma kütlədən kənar olduğuna görə onu tamamilə özünü bir yararsız hesab edir. Bu elə olmamalıdır. Əziz müəllimlər, tam səmimi deyirəm ki, vallahi billahi, istər predmetlərə görə, fənlərə görə, istər kurikulum metodikasına görə bir müəllimə hazırlaşmaq üçün maksimum 1,5-2 ay vaxt lazımdır. Və bu siz hər günümüzün 1,5 saatını hazırlığa sərf etsəniz, əmin ola bilərsiniz ki, 65 baldan ən azı 52-53-ünü yaza bilərsiniz. Əgər həqiqətən də siz öz fənninizi yaxşı səviyyədə bilirsinizsə. Aydındır. Elmin bəy, bildiyiniz kimi artıq sertifikasiya 5 ildir ki, həyatımızdadır. İndiyə qədər müəllimlər bu prosesə daha çox qorxu, stresslə yanaşırlar. Bəs nə vaxtsa müəllimlər bu imtahan modelinə sadəcə peşəkar inkişaf imtahan kimi nə vaxtsa görə biləcəkmi? Yoxsa elə bu qorxu, stress daim bizimlə olacaq? Deməli, birinci sikl 2021-26-cı il, hələ də biz onu yaşayırıq da, sertifikatlaşdırma prosesinin elə ən böyük problemi ona psixoloji hazırlıq baxımından oldu. Mən bunu düz yaşamamışam. Çünki mən pedaqoji proseslə məşğul deyiləm. Amma təhsil içində olduğumuza görə ətrafımızda müəllimdən çox heç kəs yoxdur. Hamısından biz istər sorğularda, istər şəxsi, rəsmi və qeyri-rəsmi ünsiyyət zamanı mən özüm üçün bir məsələni müəyyənləşdirdim ki, bizim müəllimin əsas problemi intellektual hazırlığı yox, fənni ilə bağlı, peşə səriştəsi ilə bağlı boşluqlar yox, məhz psixoloji hazırlıqla bağlı boşluqlardır. Bundan tam əmin ola bilərsiniz. Bu günləri bütün məktəbin, necə deyim ki, hətta nəinki məktəbin, həmin məktəbin yerləşdiyi rayonunun savadlı müəllimi kimi tanınan insanları var ki, onlar məhz psixoloji hazırlıqsız səbəbindən çox böyük bir az qat travma yaşadılar. Çünki bunlar, biz özümüzə biz baxmayaq, Məltəm xanım, biz indiki yaxın nəsilik, biz hər şey testdən gəlmişik. Məktəbdə test görmüşük, imtahan prosesi görmüşük, blok imtahanları görmüşük, buraxılışlar görmüşük, universitetlərdə hər semestr testlə təmasda olmuşuq. Bizdə vərdiş yaranıb, bu vərdiş bizim üçün bir şey adiləşdirib. İnsanların ən azı, deyək ki, 40-45 yaşı var. O heç vaxt testlə təmasda olmayıb. Olubsa da ən azı 30 il bundan əvvəl olubdur. Açıq danışaq sizdə. Və vərdiş onda tamamilə yox olub gedib. Və yox olduğuna görə onda əlavə psixoloji ağırlıq yaradıb. Mən çox müəllimlərlə tanış olmuşam ki, onlar onun depressiya, fizikanı az qala əzbərdən bilən bir müəllim sertifikasiya günü yaxınlaşanda əsib. Nə olacaq? Mən görəsən, nə edəcəm? İnandırım sizi. Vallahi billahi o həmin o suallar elə suallardır ki, o müəllimi çıxacaq 3-də durğuz onu əzbərdən cavab verəcək. Amma imtahan stresi bunun üçün nə etməyə lazım idi? Mən bunu bir vaxt təkiflərimdə də yazmışdım bunu.
birinci siklda əsas boşluqlardan biri bu oldu. Sertifikasiyadan keçəcək müəllimlər üçün 2 ay, 3 ay əvvəlcədən iki istiqamətdə hazırlıq etmək lazım idi. Birincisi, psixoloji istiqamətdə. Təhsil institutu bu istiqamətdə elə nazirlik və ona tabi olan regional təhsil idarələri bu istiqamətdə işləməli idilər. Şükür Allah, hər məktəbdə az qala məktəb psixoloqları var, yaxud da ki, orada əlavə psixoloq cəlb etməli idilər. Çox yox, həftədə bir dəfə, olsun ayda 2 dəfə həmin müəllimlərlə bir psixoloji hazırlıq keçilməli idi. Bu bir. İkinci, texniki parametrlərlə bağlı hazırlıq keçilməli idi. Biz yenə deyirəm, özümüzə baxmayaq. Elə sertifikasiyada iştirak edən bir müəllim var ki, onun üçün mışqanın, üzr istəyirəm, mausun, kompüterin əsas elementlərindən biri olan siçanın idarə edilməsi çətin bir prosesdir. Açıq danışaq. Texniki bir işlər görülməli idi. Baxın, kompüter birdən anında qəfil donsa, hansı reaksiyanı verə bilərsiniz, müəyyən bir proses. Bu iki istiqamətdə müəllimlərə təlimini keçilməli idi. Və bu təlimlərdən sonra X müəllim artıq qatılmalıdır sertifikasiyaya. Belə məsələlər olmalıdır. Üstə gəl, müsahibə mərhələsi də var. Həmin müsahibə mərhələsindən əvvəldə ona ehtiyac yoxdur. Elə az öncə dediyim psixoloji hazırlıq təlimlərində müsahibə mərhələsi ilə də bağlı müəyyən bir mövzular işlənilməli idi. Bax, müəllimdir. Biz axı niyə elə düşünürük ki, sertifikasiyaya daxil olan hər kəsin 20-25 aralığında yaşı var, o imtahandan çox imtahan görüb, testdən çox test görüb. Elə deyil axı. Müəllimlərin böyük əksəriyyəti 40-65 yaş aralığındadır. Biz onlara görə müəyyənləşdirməliyik hər şeyi. Bu gün 60 yaşlı insan gedir, o kompüterlə olan imtahanı ömründən bir dəfə görür. Onun psixoloji hazırlığı yoxdur. Zehin bunu qəbul etmir. Şura, beyin bunu vərdiş olaraq görməyib. O təbii ki, ən elementar sualı belə yanlış hesablayacaq. Bunu etmək axı çətin deyildi. Bunlar olmalıdır və olmadı. Elmin bəy, bir müəllimin sertifikasiyadan kəsilmək haqqı varmı sizcə? Qətiyyən yoxdur. Ən azı birinci sikl imtahan suallarıyla biz zaman-zaman tanış olmuşuq. Hətta Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərlə brifinqlərdə, ayrı-ayrı böyük müsahibələrdə suallardan nümunələr də göstərib. Hətta yadıma gəlir ki, 2 il bundan əvvəl Təhsil İnstitutu ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təqdim olunan sualları birbaşa ictimailəşdirdi. Dedi, baxın, ay əzizlərim, biz bu sualları verdik. Çox mu çətindir? Çünki müəllimlər çox narazılıq edirdilər. Hələ ilk əvvəl daha çox narazılıqlar var idi. Bəli. Hələ ilk əvvəl suallar daha rahat idi. İnanın, mən baxdım suallara, mən ibtidai sinif müəllimi deyiləm, Azərbaycan dili ədəbiyyat müəllimi deyiləm. Və ətrafımda olan bir çoxusu sualların bir 70-60%-dən cavab verilir. Elə belə, üzr istəyirəm ifadəmə, çay içə. Necə deyim, bir-birlərindən olan başqa bir məsələ müzakirə edə. Gözaltı olaraq suallara baxdılar, budur, və cavabları tapdılar. Amma mən burada araya müdaxilə etmək məcburiyyətində qalıram. Biz həmin imtahan zamanı o həyəcan və stresi nəzərə almalıyıq. Yəni evdə oturan biri o sualları əlbəttə ki, daha rahat cavablandıracaq. Axı evdə oturan biri də, açıqdır, elə biri mən. O imtahan verənlərdən fərqli olaraq peşəkar deyilik. Ümumiyyətlə peşəkar nə deməkdir, düzdür? Bunlar abituriyent deyirlər. Gözəl insanlar. Bunlar abituriyent deyirlər. Bunlar müəllim demək, öz fəndinlə bağlı artıq professional müstəvidə, peşəkar, master müstəvidə olan şəxs deməkdir. Və master müstəvidə olan şəxs düzdür. Az öncə mən detalları dedim. Onlar olmalıdır və olmadı öz yerində. Amma gör nə qədər elə məsələlər var ki, onun üçün, məsələn sizə bir söz deyim. Azərbaycanın paytaxtı Bakı şəhəridir sualını bilməməkdən ötəri, sən özünə heç vaxt psixoloji məsələni arqument kimi götürə bilməzsən. Tam səmimi deyirəm sizə. Əmin ola bilərsiniz. Əlbəttə götürə bilməzlər. Ancaq gəlin biz belə deyək ki, həmin müəllimlər də artıq düşünür ki, mən buradan neçə bal toplayacağam, gedib öz həmkarlarım arasında aşağı yığsam, necə baxacam, sinifə necə daxil olacam, sonra mənə vaxt verəcəklər, yenidən hazırlaşmalıyam, keçə bilməsəm nə olacaq, kəsiləcəm. Əlbəttə bu psixoloji, bayaq da siz qeyd etdiniz ki, birinci psixoloji hazırlıq lazım idi və siz yenə də qeyd etdiniz ki, çox müəllim kompüterlə heç tanış deyil. İlk dəfə tanış olacaq imtahanda. İlk dəfə o mausu əlinə alacaq, idarə edəcək, bilmir heç necə olacağını. Əlbəttə ki, bunların hər biri nəzərə alınmalıdır. Yəni, mən qeyd etmək istəyirəm ki, evdə oturan biri əlbəttə ki, o sualların bilməsə belə, baxıb fikir bildirə biləcək kimsə, burada nə var ki, bunu yaza bilərik. Ancaq gəlin reallıqlara baxaq biz. Elə reallıqlara baxdığımız üçün də mən birinci məsələyə müəllimlərin lehindən danışdım. Onların psixoloji hazırlıqla bağlı təlimlərə qatılmasının vacibindən danışdım. Amma gəlin açıq danışaq da,
Bəzi hallar var ki, burada artıq müəllimlərin müdafiəsinə qətiyyən ehtiyac yoxdur. Tam səmimi deyirəm. Ehtiyac olsa da belə şəxsən mənim gözümdə bu lazımsız görünəcək. Açıq deyim sizə. Biz burada heç kəsin yox, ola bilər. Yox. Debatın da funksiyası odur ki, bir necə deyim ki, məsələ ilə bağlı tərəflər fərqli fikirdə olurlar və axırda ümumi nəticəyə gəlinir. Müzakirə o zaman müzakirə olur. Yoxsa iki eyni fikirli ünsiyyət mövzusu müzakirə sayıla bilməz. Tam səmimi sizə deyirəm. Bəli, bu günləri müəllim efirə baxacaq, onun mənə cavab vermək imkanı yoxdur. Ən yaxşı şərh yaza biləcək. Və siz nə yaxşı ki, bunu deyirsiniz. Müəllimin içində olanı deyə bilirsiniz, ürəyində olanı deyə bilirsiniz. Mən sizə buna görə təşəkkür edirəm. Amma vallahi billahi, siz bunu abituriyentlərlə bağlı desəydiniz, magistr imtahanına gələn bakalavrla bağlı desəydiniz, mən sizlə tam razıyam. Bəli, amma professional bir müəllim ömrünün 10 ilini, 15 ilini, 20 ilini təkrar həmin predmeti keçən bir müəllim, sinif otağına daxil olan, bizim cəmiyyətin övladlarına həmin mövzuları öyrətmək iqtidarında olan bir müəllim mütləq özü o sualı bilməli idi. Tam səmimi deyirəm. Elə bilin ki, bir şəxs bizə 20 il yemək hazırlayıb. Amma biz qəfil bundan soruşuruq ki, sən hazırladığın yeməyə hansı bir ədviyyatı, hansı bir tələbəsi əlavə etmişdin? O həmən duruxur, buna cavab verə bilmir. Deməli, ən azı burada yeməyin keyfiyyəti ilə bağlı məndə bir narazılıq yaranır, bir sual yaranır, şübhə yaranır. Açıq danışaq, burada bu elementar bir məntiqdir bu. Bunun üçün uzaq getməyə ehtiyac yoxdur. Mən sizin sualı yenə mən o fikirdəyəm, həmişə demişəm, düz müəllimlər mənimlə razılaşmayıblar, az qala top ateşinə tutublar. Mənim fikrimcə, birinci sikl imtahanında, birinci dəfəni demirəm, insanıq. Eyb yox. Birinci dəfə kəsildi. Hətta bir müəllim var ki, Azərbaycanda ondan müsahibə almışdı. Birinci imtahandan kəsilmişdi. 29 bal yığmışdı. Adam, mən ona çox təşəkkür edirəm. Adam xarakter simvoludur, xanım da özdə. İkinci təkrar imtahanında 60 bal yığmışdı və ölkə respublika birincisi olmuşdu. Bax, uğur müəllimlik bu deməkdir. Aydındır, bəli. Birinci dəfə kəsilib, canı sağ olsun. Amma ikinci dəfə bir il bunun vaxtı var. Bir il hazırlıq elə belə adi, heç nə bilməyən abituriyenti belə biz universitetdə hazırlaşdırırıq. Görürük ki, adam gedir, bir 300-ə yaxın bir bal yığır. Axı bu 20 ili dərs etdiyin bir fəndən bir də kəsildin. Əslində kəsilməməlidir. Eyb yox, yenə canın sağ olsun. Amma sənin bundan ikinci dəfə dabla kəsilmək ixtiyarın, şansın yoxdur. Və məhz ona görə də əmək müqaviləsinə xitam verilməsini mən çox haqlı qərar, hətta deyim ki, humanist qərar hesab edirəm. Bu ikinci dəfəyə qalası məsələ olmamalıydı. Qalırsa, yenə alqışlayıram mən bunu, buna qətiyyən çıxmıram. İnsanıq, dediyim kimi. Amma bir müəllimin eyni fənn üzrə 2 dəfə dalbadal sertifikasiya müsabiqəsinin test imtahan mərhələsində kəsilmək haqqı yoxdur. Varsa da onun sinif otağına girmək haqqı yoxdur. Siz bayaq qeyd etdiniz ki, ikinci dəfədə artıq yenə kəsilərsə, onun haqqında məktəbdən uzaqlaşdırılma qərarı alınır, işinə xitam verilir. Amma siz qeyd etdiniz ki, ona ehtiyac yox idi. O zaman sizin fikrinizdə birinci imtahandan ilə işinə xitam verilməlidir müəllimin. Birinci imtahandan əgər kəsilirsə elə həmən də işinə xitam verilməlidir. Bu, mən dedim, bu qədər humanist addıma ehtiyac yox idi. Amma bundan razıyam. Tam səmdə. Bu, elə bil ki, mənim narazı olduğum maddə deyil. Hətta mən arzu edərdim ki, 2027, bəli, mənə qalsa mən buna razı deyiləm. Amma ümumi reallığa baxanda ona qarşı çıxa bilmirəm. İkinci sikl, 2027-2032-ci il içində, ikinci siklda bu qərarın belə qalmasını çox istərdim. Tam səmimi deyirəm. Bəli, bu mənim subyektiv yanaşmamdır. Mən razı deyiləm, bəli. Amma ümumən soruşsanız ki, hansı qayda qalsın, deyərdim ki, ikinci cəhddən kəsilmə, xitam verilmə maddəsi yenidən qalsın. Bəli, bu mənim subyektiv yanaşmamdır. Mənim subyektiv yanaşmam nəyisə dəyişdirə bilməz. Hələ həyata bir cür baxır. Mənim pəncərəm budur. Mənim aləmim, ona qarşı mənim aləmimdə bir müəllim birinci dəfədən kəsilməməlidir öz yerində. Amma ümumi bir rəqəmlərə, statistikaya baxsaq, mən arzu edərdim ki, Allah eləsin ki, bu qayda dəyişməsin. Tam səmimi deyirəm. Elmin bəy, siz bir qədər bəhs etdiniz, amma daha ətraflı fikirlərinizi bilmək istərdim. Kəsilən müəllimlərlə bağlı başqa hansı addımlar atılmalıdır sizcə? Əgər diqqətli olduğunuzda Məltəm xanım, mən belə bir cümlə dedim. İkinci dəfə ard-arda kəsilən müəllimin sinif otağına girməyə haqqı yoxdur. Diqqət edin, məktəbə yox ha, sinif otağına. Yəni, pedaqoji prosesə, pedaqoji işin təşkili prosesinə qatılmağa haqqı yoxdur. Çünki o sinif, müəllim bir özünü təmsil edirsə, həmin sinifdə bizim cəmiyyətimizin, mənim yaşadığım ölkənin 30 dənə, 35 gələcəyi dayanır, açıq danışaq. Bu 30-35 gələcək öz dolayısıyla olan başqa böyük gələcəkləri yarada bilmək gücündədirlər. O baxımdan deyirəm ki,
bəli, sinif otağına girməyə bilər. Amma və lakin məktəbdən biz bu insanları tam olaraq uzaqlaşa bilmərik. Ən azı pis, yaxşı bir insanlar məhz məktəb mühitini bilirlər. Məktəb mühitində təşkilati, inzibati, sırf şagird psixologiyasına yaxın olan istiqamətlərlə bağlı biz onları uzaqlaşdırmamalıyıq. Necə ki, xüsusən də Bakı Təhsil İdarəsi başda olmaqla digər regional idarələr az da olsa ikinci dəfə kəsilən və əmək müqaviləsinə xitam verilənləri məktəbdə saxlaya bildilər. Amma problem nədir? Problem odur ki, bu cür müəllimlər üçün onları təhsil prosesində yox, tədris prosesində yox, təhsil prosesində saxlamaqdan ötəri imkanlar azdır. Bizdə problem nədir? Bir dənə bunu da deyim, çox uzatmıram ki, vaxtımız da çox getməsin. Bizdə, məsələn, xarici təcrübədən fərqli olaraq, müəllimin məktəbdən başqa, sinif otağına girib dərs deməkdən başqa az qala variantı yoxdur. Elə olmamalıdır. Müəllimi bitirmirsən, pedaqogsan lap yaxşı. Pedaqogla bağlı müstəqil layihələr olmalıdır. Məktəbdən kənar işlər çox olmalıdır. Bəli, müəllim o demək deyil ki, bu mütləq məktəbdə gedib oranı etməlidir. Yox. Xüsusi layihələr olmalıdır. Deyək ki, yaşlı insanlarla bağlı, sağlamlıq məhdudiyyəti məhdud insanlarla bağlı, ondan sonra sosial bir projelər var müəllimlər. Çünki bəli, siz daxil olun internetə, görün xarici təcrübədə elə müəllim pedaqoqlar var ki, onlar heç məktəbin qapısını açmayıblar. Onlar başdan ayağa həmin sosial layihələrdə uşaqlarla iş, yay məktəblərində, necə deyim ki, nəzarətçi, yay məktəbi qrup liderləri, bu kimi işlər var. Çünki elə müəllim var ki, bəli, ondan sonra fizikanı bitirib, riyaziyyatı bitirib, ona yazı taxtasında riyazi düsturu yazmaqdan da çox, deyək ki, uşaq qruplarını işləmək daha maraqlıdır. Baxın, bizdə bu seçənəklər azdır deyənə, həmin müəllimlər üçün çox şərait yarada bilmirik. Amma mən əminəm ki, deyək ki, riyaziyyat, ana dil ədəbiyyat, ibtidai təhsil, ixtisasları üzrə əmək müqaviləsinə xitam verilən şəxslər arasında bu cür işləri digərlərindən daha yaxşı bacaran şəxslər var. Onların sinif otağında idarəçiliyi sertifikasiyadan 55-60 bal alan müəllimlər daha yaxşıdır. Bəzilərinə təbii söhbət gedir. Eləsi var ki, hamısını biz eyniləşdirə bilmərik. Bu insanları biz ümumiyyət təhsildən uzaqlaşdıra bilmərik. Deməli, biz bununla bağlı hansı bir addım atmalıyıq. Bugün bizim müəllim bizim məktəbdən asılı olmamalıdır. Bugün məktəb bizim müəllim üçün, necə deyim ki, pedaqoji ixtisası bitirən əli diplomlu gəncimiz üçün alternativlərdən yalnız biri olmalıdır. Amma problem ondan ibarətdir. Bu digər istiqamətlər bizdə boşdur. Tutaq ki, dünya təcrübəsində lifelong education var, yəni ömür boyu təhsil layihəsi var. Qocaları təhsilə cəlb edirlər. Bax, onlarla işləmək üçün xüsusi sosial qruplar lazımdır. O deyir, hazır kadrlardır, qoy getsinlər. Yoxdur, bunlar yoxdur, bunlar olmalıdır. Elmin bəy, bəs sertifikasiya imtahanının ilk keçirilən ilində iştirak etmiş müəllimlərlə bugünkü müəllimlər arasında sizcə hansı fərqlər var? Gəlin deyim. Elə əmin ola bilərsiniz ki, tam səmimi şəkildə fikirlərimi bildirirəm. Həqiqətən də 2021-ci ildə sertifikasiyanın ilk ilində imtahan verən şəxslərlə indikilər arasında çox ciddi şəkildə fərqlər var. Birinci növbədə artıq proses demək olar ki, getdikcə psixoloji olaraq yumşalmaq ərəfəsindədir. Bu bir. İkinci, mən sağ olsun bizim Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu bəzən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində müşahidəçi qismində biz də dəvət olunmuşuq. İnanın, ildən ilə söhbət zamanı, müzakirə zamanı bizə məlum olub ki, ildən ilə rəsmi tərəfdən də təkmilləşdirilmiş işlər aparılıb. Məsələn, birinci il elə boşluqlar var, texniki baxımından, nəzarət baxımından elə boşluqlar vardı ki, üçüncü il olan heç birisi qalmayıb. Mən hamısını bir-bir saymıram. Məsələn, onlayn məsafədən kamera nəzarətindən tutmuş hər bir detala qədər onlar qalmayıb. Baxın, və bu müəllimlərdə, imtahan verən şəxslərdə özünü inamı 1-5 artırıb, əmin ola bilərsiniz buna. Və plus da ki, mühit formalaşıb, açıq danışaq. 2021-ci ildə deyək ki, X nömrəli bir məktəbdə 2021-ci ildə 5 nəfər sertifikasiyaya qatılmışdısa, artıq 2026-cı ildə onların sayı az qala bütün məktəbi əhatə edir. Az qala bütün məktəbi əhatə edir. Ən azı burada artıq həmin sertifikasiya mühiti formalaşıb və mühit müəllimin şuurunu, zehnini artıq müəyyən bir hazırlıq, müəyyən bir bazalardan doldurub. Və ona görə də arada çox ciddi pedaqoji, metodiki və psixoloji fərqlər var. Və ən əsası texnoloji fərqlər bir nömrədədir.
Aydındır. Son olaraq mənim belə bir sualım var ki, bildiyiniz kimi bu ilki sertifikasiya imtahanı ilə 5 illik dövr başa çatır. Gələn ildən isə sertifikasiyanın yeni bir mərhələsi başlayır. Elm və Təhsil Naziri bir çox çıxışlarında həmişə qeyd edir ki, sertifikasiyanın növbəti yeni mərhələsindən sonra bir sıra dəyişikliklər olacaq. Bu baxımdan bilmək istərdik ki, geridə qalan 5 ili nəzərə alaraq sizcə gələcək illərdə sertifikasiya imtahanlarında hansı dəyişikliklər edilməsi zəruridir artıq? Çox vacib bir məsələdir və mən qısa və konkret şəkildə bir cavab verim, uzatmadan. Birinci növbədə, ikisini əvvəlcə dedim. Evet. Sertifikasiya prosesinə cəlb olunan müəllimlərə imtahandan əvvəl mütləq psixoloji təlimlər və texniki təlimlər keçirilməlidir. Bu vacibdir. Bunu unutmayın, xahiş edirəm. İkinci, sertifikatlaşdırma prosesinin bəzi məqamları yumşaldılmalıdır və daha, necə deyim ki, rahat, əlverişli hala salınmalıdır. Bu nə ilə bağlıdır? Bu elə bir ki, maaş artımı ilə bağlıdır. Baxın, bu sertifikasiyada qayda necədir? 31-51 aralığı nəticə göstərən şəxslərin maaşı 10%, 51-60 aralığının maaşı isə 35% qalxır. Düzdür? İnanın, məsələn, 30 bal toplayan şəxs cəmi bir bala görə və ya bir bala görə 10%-ə düşə bilmir, yaxud əksinə 50 bal toplayan şəxs cəmi bir bala görə 35%-ə düşə bilmir. Və bu diferensiallaşdırma daha konkret olmalıdır. Bu heç konkret deyil, açıq deyim sizə. Cəmi 2 istiqamət var. A istiqaməti, B istiqaməti. A istiqaməti 31-ə qədər, B istiqaməti A istiqaməti 51-ə qədər, B istiqaməti 60-a qədər. Bu ən azı bu 4-5 istiqamətli olmalıdır. Tutalım ki, 31-41 aralığındakı maaş bu qədər olmalıdır. 41-51 aralığındakı maaş bu qədər olmalıdır. Bu, deyim ki, sizə daha ədalətli olar deyə düşünürəm. Daha sonra, sertifikasiyanın özünün bəzi istiqamətləri dəyişilməlidir. Məsələn, necə? Bir müəllim, deyək ki, elə siz müəllimsiniz, riyaziyyat müəllimsiniz, sertifikasiyadan keçdiniz, 10%-ə düşdünüz. Doğrudur. Artıq sizin imkanınız yoxdur ki, siz yenidən özünüzü sınayasınız. Çünki artıq sertifikasını keçmişsiniz, maaş artımına düşmüsünüz. Axı siz özünüzdən əminsiniz. Deyirsiniz, bilirsən, nə var? Mən cəmi 2-3 suala görə 35% düşməmişəm. Nə etmək lazımdır? Xarici təcrübədə, yoxsa ABŞ təcrübəsində nə var? Müəllimlər üçün ildə bir neçə dəfə sertifikasiyaya könüllü cəlb etmək qaydası var. O zaman siz ödənişi edirsiniz. Birinci dəfə pulsuzdur. Çünki bunu dövlət edir. İkinci dəfə könüllü istəyirsinizsə, əlavə özünüzdən əminsinizsə, ödəyirsiniz pulunuzu və əlavə sertifikasiyasını keçirsiniz. Və bu sizin üçün əlavə imkanlar yaradır. Mən bir dəfə deyəndə ki, sertifikasiya prosesi 5 ildən 3 ilə endirilməlidir, bütün müəllimlər üstümüzə düşdülər. Əslində mənim məqsədim bundan ibarət idi. Elə Azərbaycan Təhsil Portalında da bu yayımlanmışdı. Məqsəd bundan ibarət idi ki, valla müəllimlər var ki, hamı kəsilən müəllimlər qədər hazırlıqsız deyil. Çox hazırlıqlı müəllimlərimiz var. İnandırım sizi. Onların sayı minlərlədir. Adam 10%-ə düşüb, 2 bala görə, düzdür? İndi bu 5 il gözləməlidir ki, 10%, 35% eləsin. Ona görə də 3 ilə endirilməsə də belə, ən azı bir imkanlar yaradılmalıdır. Hələ ki, bu qədər bəsdir, amma təbii ki, bu siyahı getdikcə arta da bilər. Aydındır. Təşəkkür edirəm çıxışlarınıza görə. Mən təşəkkür edirəm. Bütün sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzu edirik. Sizə də təşəkkür edirik qatıldığınız üçün. Məltəm Anar və Elmin Nurinin təqdimatında AZED podkastını izlədiniz. Sağ olun, görüşənədək.